Deməli, burada bir tapşırıq daha var. Deyir ki, enter the valid host range for the network that the IP adress. IP adresi də aşağıda yazıb. Deməli, yenə IPv4 ünvan 32 bitdən ibarət olduğu üçün 32-dən çıxırıq 26-nı. 32-dən 26-nı çıxanda qalır 6. Bu deməkdir ki, aşağıda yaradacağımız 1 və 0 kombinasiyası üçün 26 dənə birimiz, 6 dənə isə sıfırımız var. Və dediyim kimi, kombinasiyanı nə üçün yaradırdıq? Ona görə yaradırdıq ki, bu IP ünvanının subnet maskını tapaq. İlk öncə 26 dənə 1 yazırıq, 6 dənə də 0 yazırıq. Mən əvvəlcədən yazmışdım, bir də ona vaxt yetməsin deyə kopyaladım. Və burada birlərlə dolu olanlar olur 255, 255, 255 və burada da neçə olacaq? Bu 2 üstü 6-dır, bu da 2 üstü 7-dir. Yəni 128 üstə gəlsin 64. Bu da bizə verir 192. Düşürük aşağı. Və burada çıxırıq 256-dan, çıxırıq 192-ni. Bu da bərabər olur neçəyə? Deməli, 4, 5-dən 9 çıxanda 6. Yəni 64. Niyə bunu bu qədər hesabladım? Özüm də bilmirəm. 64. Deməli 64, 64, 6, 0, 64, 128, sonra 128, 192, daha sonra bunun da üstüne 64 gələndə 258. Bizə də lazımdır 124-ün yerləşdiyi aralıq. 124 də yerləşir 64 ilə 128-in arasında. Yəni bunları neyinirik? Qırmızılayırıq. 64 ilə 128-in arasında. Və bu bizim qeyd edim ki, nəyimiz olur? Subnet maskımız. Subnet maskımız olur. Və burada düşürük 64 ilə 128-dir. Yəni bu o deməkdir ki, bir dəqiqə. Bu nə deməkdir? Bu o deməkdir ki, 64, 124, 128. Aha, yəni bu həmin bu ikisi olur qırmızı. Çünki 124, 64 ilə 128-in arasında yerləşir. Yəni sadəcə gözə daha çarpan, daha rahat başa düşülən olsun deyənə onların rəngini dəyişirəm. Və burada yazırıq 172, 28, 229.64-ün özünü yazırıq. Bu olur bizim networkümüz. Daha sonra yazırıq 172, 28, 229, uje 128 yox demişdim axı bayaq ki, maksimumdan bir vahid aşağını götürürük. 127. Bu oldu bunun broadcastı. Daha sonra və bizə indi first valid ilə last valid lazımdır. First validimiz olur. Axırıncı rəqəm, daha doğrusu axırıncı ədəddən bir vahid böyük. Yəni 172, 28, 229, 65. Last validimiz olur 172, 28, 229 və broadcastdan bir vahid aşağı, yəni 126. İndi gəlin yoxlayaq. Deməli, first validimi götürdüm və last validimi götürdüm. Əgər rangedə desəydi bir vahid bilirsinizdə artıq olur. Bu da last validim. İndi submit. Correct. Gördünüz? Düzgün oldu. Networkdən broadcastda dəyişir. Çünki bizim, baxın yenə deyirəm, burada sizə maraqlı olan bir yer ola bilər ki, nə üçün biz əvvəl yazdığımız broadcast və yaxud da network ünvanlarında necə olurdu ki, bura 0 olurdu, broadcastda da 255 olurdu. O zaman bura 0, bura 255 olur ki, network və broadcastda. Dəyişən hissələr bu hissələr olur. Amma bizdə hal-hazırı dəyişən hissələr axırıncı hissələrimiz olduğu üçün bura 0 və yaxud da 255 artıra bilmirik. Əgər dəyişən hissələr, bax 229, yəni bu üçüncü hissə olsaydı, onda buranı dəyişərdik, burada avtomatik olaraq 0, çünki network veririk, burada 255, çünki broadcast veririk. Ümid edirəm ki, bu izahda hamıya aydındır.